Bu mənzili alanda 35-40 min manat belə deyim irəli düşürsünüz. Niyə? Yəni diqqətlə qulaq asın, izah edeyim. Yəqin ki, eşitmisiniz, şahid olmusunuz. Bəzi demək olar əksər yeniçili binalarda evi alırsınız, məsəl üçün 150 kvadrat, sonra kupça alanda görürsünüz 140-135 kvadrat qeyd olunur. Yəni 10-15 kvadrat içkiyə gedir. Amma bu mənzildə o içki yoxdur. Təmiz iç sahəsidir. 136.4 kvadratdır. Yəni başqa belə deyim, binaların 150-145 kvadratına bərabərdir. Mənzil də yeni təmirlidir. Təmirdən sonra yaşayış olmuş. Ümumiyyətlə, mənzildə üstünlüklər çoxdur. Biri odur ki, şəhərin düz mərkəzindədir. 28 may metrosunun yanında. 28 may metrosunun ikinci çıxışından çıxdınız, elə bu binadır. Və keçək mənzil haqqında tam əşyalıdır, onu deyim, necə görürsünüz, elə də satılır. Vaxt itirmədən elə başlayırıq bu giriş hissədən mən sizə hər şeyi izah edeyim. Bura giriş qapımızdır. Daxil olduqda sağ tərəfdə belə gözəl, böyük şkafımız yığılıb. Dərinlik də çox yaxşıdır. Paltar, ayaqqabı, istənilən əşyanızı tam rahat yerləşdirə bilərsiniz. Sol tərəfdə isə gözəl, güzgü yerləşdirilib gizli işıqlar. Açarıq pufikdə əyləşmək üçün qoyulub hazırdır. Döşəmə qranitli girişdə. Üstü döşəmə ilə təchiz olunub. İşıqlandırmada isə lüstr, spotlar, bunlar və əlavə olaraq gizli işıq. Giriş hissəsinin bu hissəsində yenə eyni ilə şkafımız yığılıb. Yəni mənzildə şkaf kifayət qədərdir. Əşyalarınızı da rahatlıqla yerləşdirə bilərsiniz. Buradan daxil oluruq mənzilin gözəl qonaq otağına. Bu qonaq otağında həm öz ailənizlə, qonaqlarınızla gözəl vaxt keçirə bilərsiniz. Yəqin ki, videodan istəyirsiniz, çox genişdir, tam hazırdır, gözəl divanımız yerləşdirilib bu hissədə. Burada deməli pəncərə tərəfdə masamız, 6 nəfərlik qonaq otağının bu hissəsində belə bir güşə yaradılıb, aksesuarlar yerləşdirilib, bura işıqlar və bu hissədə travetindən istifadə olunub. Mənzildə ümumiyyətlə divarlarda dekorativ boyadan istifadə olunub. Yəni adi emulsiya və yaxud divar kağızı deyil. Döşəməsi parketdir. Qonaq otağının bu hissəsində gözəl TV stendimiz yığılıb. Sağ və aşağı hissəsi şkafdır. Ölçülü böyük ekran televizorumuz yerləşdirilib. Dizayna uyğun tablolarımız və bunlar da belə deyim, əl işidir, rəssamımızın işlədiyi rəsm əsəridir. Yəni hazır alınan bir şey deyil. Onu deyirəm ki, hər şeyi xırdalığına kimi sizin nəzərinizə çatdırıram. İşıqlandırmasında isə 2 ədəd lüstrdən istifadə olunub qonaq otağının. Burada yerləşir mənzilin gözəl mətbəxi. Hər otağın özünə məxsus gözəlliyi var. Bu mətbəxi də inanıram ki, bəyənəcəksiniz. İlk öncə onu deyim ki, girişdə olan üstü döşəmə burada da davam etdirilib. Yeni mətbəx və belimiz yığılıb. 3 hissədən ibarətdir. Yuxarı hissəsi də şkafdır. Dərinlik də ümumilikdə yaxşıdır. Bunları göstərirəm ki, tam təsəvvür yaransın. Üstü və sinəliyi mərmərdir. Kondisioneri qoyulub hazırdır. Ümumiyyətlə, mətbəxin hər iki tərəfində, həm sol, həm də sağ tərəfdə bu hissədə də yeni şkafımız var. Baxın, soyuducumuz, sobalar, televizor, yəni hər bir şey var. Və buradan mətbəxdən mənzilin eyvanına çıxış var. Gəlin buradan panoramasını da göstərim sizə. Həm buradan, həm yataq otağına çıxış var. Dəniz istiqamətində baxır, alov güllələri 28 mola 100 metr maksimum məsafədədir. Yəni şəhərimizin düz mərkəzindədir. Tam hazır bir mənzildir. Nəsə almağa ehtiyac yoxdur. Sadəcə köçüb yaşayırsınız. Keçək, mən sizə göstərim yataq otaqların və girişin bu hissəsində də yenə venesiyadan istifadə olunub, ləpqa daraqlar, gözəl bura işıqlar. Burada yerləşir mənzilin ümumi sanitar qovşağı. Mənzildə ümumilikdə 3 sanitar qovşaq var. Bu ümumi olandır. Gözəl də dizayn olub, belə geniş ölçülü duş kabinimiz yığılıb. Burada ümumilikdə qızılı rəngli aksesuarlardan istifadə olunub və təbii ki, sanuzellərdə isti döşəmədir. Keçək, buradan mən sizə göstərim mənzilin əsas yataq otağını. Buradan daxil oluruq, dediyim kimi, bayaq qeyd etdim, otaqlarda döşəmə parketdir. Mənzilin də çox gözəl proyekti var. Yelçəkən, yəni skvazloy mənzildir. Həm bayaq göstərir dəniz istiqamətində baxılır, həm də buradan metro istiqamətində. Yataq otağımız da tam olaraq hazırdır. Görürsünüz, taxtımız yerləşdirilib, arxası da gözəl şəkildə işlənilib. Venesiyanka ilə sağ və sol mebel işləmələri görürsünüz. Burada da belə gözəl şkafımız yığılıb, 4 qapılı, içərisi də dərinlikdə çox yaxşıdır. Yəni mənzil super mənzildir, onu nəzərinizə çatdırın və bu yataq otağının daxilində yerləşir mənzilin ikinci sanitar qovşağı, bayaq qeyd etdim, 3 ədəddir. Buranı da ümumi olaraq göstərək, aksesuarlarla tam olaraq təchiz olunub. Hər sanuzeldə fərqli teksturalı qranitlər seçilib, hamısı da rəng olaraq bir-birinə uyğunlaşdırılmış vəziyyətdədir.
Burada deməli yerləşir mənzilin çamaşırxanası, yəni paltaryan üçün yer burada ayrıca nəzərə alınıb. Bütün məişət texnikaları hamısı markadır, yəni ucuzlu bir şey deyil. Onlar hamısını nəzərə çatdırın. Burada da şkafımız hamısı yığılıb. Buradan daxil oluruq mənzilin ikinci yataq otağına. Yəni bura belə deyim uşaq otağı kimi nəzərə alınıb. Görürsünüz 2 dənə yataq yerləşdirilib bu hissədə. Bayaq dediyim eyvana buradan da çıxış var. Yenə belə gözəl tablomuz, kondisioner, o hissədə güzgü yerləşdirilib şkafı ilə TV, internet çıxış burada nəzərə alın və nəzərə çatdırım ki, istifadə olunan elektrik qutularda orijinal Panasonic'dir. Yəni onlar hamısı incə xırda nüanslardır. Onlar hamısını sizin nəzərinizə çatdırın. Bu hissədə şkafımız və bu yataq otağında daxilində yerləşir mənzilin 3-cü sanitar qovşağı. Buranı da ümumi olaraq göstərək və sonra keçək mənzilin qiymətinə və digər məlumatlara və bu sanitar qovşaqda tam olaraq hazırdır. Bayaq qeyd etdim, bütün ümumiyyətlə qranit olan yerlər isti döşəmədir. Belə keçək məlumatlara, bayaq dedim, yerləşir 28 mayda metronun düz yanında. Yeni tikili binada yeni təmirli və təmirdən də sonra yaşayış olmamış geniş 3 otaqlı mənzildir. Yer çəkən, yəni skvaznoy proyekti var. Gördüyünüz şəkildə bütün mebel və texnika ilə birlikdə satılır, yəni nə var, hamısı qalır. Hazır mənzildir. 136.4 kvadrat ölçüsü var, təmiz iç sahəsidir, yəni içki bayaq dediyim kimi yoxdur. Yerləşir 16 mərtəbəli binanın 7-ci mərtəbəsində və mənzilin start olaraq qiyməti 595.000 manat təyin olunub. Əlavə məlumat üçün göstərilən nömrə ilə əlaqə saxlaya bilərsiniz.